ta qədimdən min illərdir elm öyrənməyə gələn tələbəyə müəllimlər su daşıtdırırdılar. Odun doğratdırırdılar. 1 il, 2 il həvəsdən düşəcəkmi? Nökərlik etdirirdilər. Başa düşürsünüz? O hamısı onun üçündür ki, bunda ego nə qədərdir? Egolu adam xidmət eləyə bilmir. Egolu adam onun şəxsiyyətinə yaraşdırmır. Ego ilə girirlər elm öyrənməyə, öyrət mənə bunları, çıxım gedim. Egolu adam içdiyi qaba tüpürən düzür istəyirəm. Quyuya, su quyusuna. Egolu elə bir adamdır. Ona görə egolu adamın qəlbi zəhərlənibdir. Ona elm öyrətməzdilər şərqdə heç bir ustad. Çünki onun elmi ancaq dünyada fitnə fəsad yaymağa səbəb olacaqdır. O nə edəcəksə elmlə problem çıxaracaqdır. Və elmin də daha yüksək zirvəsinə onsuz da çıxmayacaqdır. Belə qalacaq bir orta bir vəziyyətdə. Ona görə adamı məncə təkəbbürdən, xudbinlikdən sığortalamaq lazımdır. Dar qəlblikdən, xəsislikdən. Ona görə adamlara xeyir əməllərə yönəldirdilər tələbələrini, ustadlar ki, xeyir əməl elədikcə sənin qəlbin öz təbii funksiyasına qayıdır. Səxavətli olduqca sənin qəlbin, idrakın simiclikdən qurtarır. Təkəbbürlü adam simic təfəkkürünün daşıyıcısıdır. O deyir ki, məndən başqa heç bir ağıllı olmaz. O kimdir belə yekə-yekə danışır orada? Mənim xəbərim yoxdur. Girin bir söyüş yazım altına. Girin bir ona bir ağlı öyrədim. O hamısı onun qəlbinin simicliyindəndir, xudbinliyindəndir. O düşünmür ki, göy altında başqa oğullar, qızlar da var. Onlar da bir şey öyrənə bilərlər, bir şey bilə bilərlər.